Mən Əsmər, artıq 16 ildən çoxdur kontaktdayam. Maliyyə departamentində şöbə rəhbərlərindən biriyəm. Universiteti yeni bitirirdim. Mənə kontaktda mühasib vakansiyası olduğu bildirildi. Müraciət etdim, işə başladım. Eyni ildə magistraturaya qəbul oldum. Paralel olaraq magistratura təhsilimi işləyərək davam etdirdim. 2019-cu ildə bizdə struktur dəyişikliyi baş verdi və mənə baş mühasib vəzifəsi təklif olundu. Doğrusu ilk öncə tərəddüd etdim, amma yaxınlarımın, rəhbərlərimin inamı sayəsində qəbul etdim və bu gün geriyə dönüb baxdığımda yaxşı ki, risk alıb həmin qərarı vermişəm deyirəm. Öyrənməyi heç vaxt dayandırmamağımın güclü tərəfim olduğunu düşünürəm. Çünki öz sahəmlə bağlı olaraq hər il müxtəlif təlimlərdə iştirak edirəm və bu prosesi dayandırmıram. İstər şirkət hesabına olsun, istər öz hesabıma olsun, daimi olaraq təlimlərə, yeni nəsə öyrənməyə can atıram. Hər kəs Əsməri maliyyədə təsəvvür edir, maliyyədə bilir, amma karyeramın bir dövründə bizim şirkətlə digər bir operator şirkət arasında bir kampaniya keçirilmişdi, lotereya yarışları. Mən orada şəxsən iştirakçılara, müsabiqə qalibilərinə mükafatları təqdim etmişdim və bu da bir maraqlı dönəm olmuşdu karyeram dövründə, belə deyək. Qadın rəhbər kimi mənim üçün əsas prinsiplər odur ki, qarşılıqlı hörmət, açıq ünsiyyət, səmimiyyət və ədalətlilik prinsipləridir. Kontaktda işlədiyim bu dövrlərdə kişi və qadına fərqli yanaşma ilə qarşılaşmamışam. Əksinə deyərdim ki, cəmiyyətimizdə qəbul olunduğu kimi bizim şirkətdə də qadınlara xüsusi diqqət var. Bir rəhbər olaraq çalışıram ki, komanda daxilində, yəni komandamızda, şöbə daxilində onlarla eyni dalğada olduğumu hiss etdirim həmişə. Çünki hər kəsin fikrini rahat ifadə etməsi, özünü dəyərli hiss etməsi birbaşa işin keyfiyyətinə təsir edir. 16 il əvvəl geri qayıtsaydım, yəqin ki, o vaxt Əsmərə deyərdim ki, Əsmər, özünə inan, öz üzərində çalış, öyrənməyə davam elə. Mənim həmişə məsləhətim o olub ki, inkişafdan geri qalmasınlar. Çünki çəkilən zəhmət gecə tezi öz bəhrəsini verir.